Tarixte bir gün. 14 Haziran 1920. Sabah gazetesi. Batum'dan 9 Haziran tarihiyle Çağda Mart gazetesine yazıldığına göre Gəncəyə iltica etmiş olan Azərbaycan hökuməti sabıqası erkanı yenidən rəsmi hökumətə geçmək təşəbbüsündə bulunmuşlar isə də muvaffaq olamamışlardır. Bolşevik və yaxud daha doğrusu ihtilalcı hökuməti lahıqa Gəncəyə Kuvayi Azimə sevk etmiş, bu surətlə hökuməti sabıqa ilə hökuməti hazıra taraftarları beynində kanlı müsademələr vuku bulmuş və tarafeyince 10.000'den fazla tələfat verilmiştir. Nəticə-i müsəddematda Müsavat fırkasına mənsub hökuməti sabıqa taraftarları mağlub olmuşlar və Gəncə şəhri ihtilalcı hökuməti hazıranın elinə geçmiştir. İhtilalcı ordusu kumandanı bu münasebətlə Ermənistan və Gürcüstan hökumətlərinə bir bəyannamə göndərərək məzkur iki hökumət məmləkətlərindən asker geçirmək maksadında olmadığını və zaten Azərbaycan hökuməti ilə Ermənistan və Gürcüstan hökumətləri beynində nazaun fıh bir məsələ bulunmadığını dərmiyan eləmişdir.